Çoxları düşünürdü ki, prezident düşənbəyə getməyə bilər, amma son anda prezident getmək qərarı verdi, Putinlə görüşdü, axşam səmimi görüntülər ortaya çıxdı, qarşılıqlı olaraq məhbuslar azad edilməyə başlayır. İndi baxaq görək bundan sonra münasibətlər necə olacaq, amma siz bu barışıq mərhələsinə necə gəlindiyini düşünürsünüz? Çünki çox qısa müddət öncəyə qədər kifayət qədər gərgin münasibətlər var idi. Məsələn, Rusiyadan Azərbaycana çox ciddi təhdidlər səslənirdi. Siyasilər də deyirdilər, hərbçilər də deyirdilər. Yəni, bu proses sanki bir qopma mərhələsində idi, amma birdən-birə prezidentlər görüşmək qərarı verdilər. Region üçün hansı əhəmiyyətə malikdir və ikili münasibətlərə hansı məna verəcək bu görüş? Birinci ondan başlayaq ki, keçən ilin dekabrında təyyarə qəzasına qədər ki, yəni Rusiya hərbçiləri bizim mülki təyyarəmizi raketlə vurana qədər münasibətlər normal idi. Düzdür, suallar var idi. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, Şuşa bəyannaməsi Rusiyadakı müəyyən dairələrdə qızıq oyadırdı. Amma münasibətlər gərgin deyildi, normal. Təyyarəmizi vurdular raketlə və boyunlarına da almadılar. Rusiya prezidenti qeyri-müəyyən bir ifadə işlətdi o zaman, 10 ay qabaq. Rusiya səmasında baş verən qəzaya görə üzr istəyəm. Bu üzr istəmək demək deyildi. Üzr istəmək demək deyildi. Ona görə də münasibətlər gərginləşdi. Biz haqlı olaraq tələb etdik ki, 3 tələbimiz var. Adam balası kimi bir üzr istəyin. Ölənlərin ailələrinə, yaralılara kompensasiya ödəyin. Cinayətkarları müəyyənləşdirin. Bunun üçü də edilmədi. Üstəgəl bu aylarda başladılar Rusiyada Azərbaycanlı ovuna, zorakılıq soydaşlarımıza qarşı atdı. 2 soydaşımızı Yekaterinburg şəhərdə işgəncə ilə öldürdülər. Bu münasibətlər daha da gərginləşdi. Azərbaycan da cavab addımı olaraq Bakıda Rus evini qapatdı, Sputnik agentliyini qapatdı və orada ora rəhbərlik edən bir neçə Rusiya şəxsi ki, kəşfiyyata bağlı idilər, onlar da həbs olundu. Münasibətlər artıq gərginliyin nöqtəsinə çatdı. Yəni, bu Putinin böyük yanlışı idi. Baxın, bir ölkə başqa bir ölkə ilə müharibə aparır. Ukrayna ərazilərini işğal etməyə çalışır. Döyüşlər gedir. Məntiqlə bu ölkə gərək o digər qonşu ölkələrlə münasibətləri gərginləşdirməsin. Halbuki Azərbaycanla söylədiyi münasibətlər normal idi. Amma qəfil bu hadisə bilərəkdən və ya bilməyərəkdən təyyarəmizi vurdular. Boyunlarını almadılar. Yalandan dedilər ki, quş sürüsü ilə güya toqquşub. Göz görə yalan danışırlar. Bu münasibətlər aydındır ki, gərginləşir və biz tələblərimizi daim təkrar edirik. Prezident İlham Əliyevin səviyyəsində üzrxahlıq, kompensasiya cinayətkarlarını cəzalandırır. Bunu etmirdilər, amma sonra hiss olunurdu ki, nəsə bir yol axtarır Rusiya tərəfi bir gediş üçün və avqustun 26-sında birinci vitse-prezident Mehriban xanım Əliyevin ad günündə Putin təbrik etdi Mehriban xanımı. Mən elə o zaman düşündüm ki, Putin nəsə bir imkan axtarır münasibətlərin normallaşması üçün. Bundan sonra Pekində 2-ci Dünya müharibəsi qələbəsi münasibət tədbir keçirilirdi. Orada düşünüldü ki, bəlkə orada bir təmas olacaq, amma orada bir təmas olmadı. Azərbaycan və Rusiya prezidentləri arasında. Ayaqüstü bir də əllərini sıxdılar, bir soyuq bir görüşmə idi, belə yadda qaldı. Amma yenə də hiss olunurdu ki, Putin çıxış yolu axtarır, arayır sanki və bu günlərdə oktyabrın 7-sində Putin anadan olan günü də prezident İlham Əliyev ona zəng edib təbrik etdi və məncə artıq Putin də qərar verdi ki, münasibətləri əvvəlki axarına qaytarmaq lazım. Bunun üçün də bir fürsət pəncərəsi açıldı ki, Tacikistan paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyi sammitində artıq məsələyə aydınlıq gətirmək lazımdır və Putin də nəhayət özündə təfər tapdı və İlham Əliyevlə görüşdə medianın gözü qarşısında məsələyə aydınlıq tam gətirmədi mən deyəm, gətirməyə çalışdım. Nəyə görə bunu deyirəm? Məsələn, onun sözlərini mən tam üzrxahlıq kimi əslində qəbul etmədim. Yenə də birinci cümləsi oldu ki, Ukraynanın bəhanə gətirdi. Məncə də, yəni bütün günahı yenə Ukraynaya atdı, o üzrxahlıq deyildi. Xatırlayırsınız, mən o zaman sizdən də üzrxahlıq etmişdim. Yəni Ukrayna 3 dronu Çeçenistanın hava sahəsi. Bu da biraz bəhanəyə oxşuyur. Ukrayna 3 dronu o boydan məsafəni necə qət etdi, Çeçenistana gəldi. Yaxşı. Ukrayna 3 dronu Çeçenistan, biz güya raketlə ona vurmaq istəyirik. Raketi təyyarəyə dəymədi, qəlpələri dəydi. Güya təyyarə vursaydı, elə onda vurardıq. Bəli.
Hə, Maxaçqalaya enmək istəyirdi, güya pilotlar bunu istəmirlər, bir xeyli də yalan danışdı, amma nəysə, amma sonunda etiraf gəldi. Etiraf necə gəldi? Dedi, kompensasiya ödəniləcək. Kompensasiya ödənilməsi o deməkdir ki, sən bu cinayətə etiraf edirsən, məsuliyyəti boynuna götürürsən. Hə, bir qeyri-müəyyən cümlə də işlətdi ki, hə, bu günahkar məmurlar hüquqi məsuliyyətə cəlb olunacaqlar. Yəni, bu da bir etirafdır ki, sənin hərbçilərin cinayət törədir. Düzü, bunu yerinə yetirəcəyini düşünmürəm mən. İndi nə baş verəcək? İndi biz bunun dediyi sözlərin yerinə yetirilməsini gözləməliyik. Çünki kompensasiya demir. Görək nə zaman kompensasiya. Elxan bəy, yeri gəlmişkən deyir ki, istintaq başa çatıb. Yəni Rusiya tərəfinin apardığı istintaq hansı formada bizim üçün qənaətbəxş olacaq? Biz yəni bunu müstəqil aparılan istintaq prosesi ilə uzlaşdıracağıq-mı? Yekun qərarla bağlı mövqe necə olacaq? Mənə bu maraqlıdır. Siz nə fikirləşirsiniz bununla bağlı? Dostlar, lütfən sürətlə bəyanin. Böyük ehtimal istintaqın hesabatı ilə Putin açıqlamalarına bənzəyəcək. Yəni, nalabuxa vurmaq. Hə, Putin nə deyibsə hesabatda da o yerə acır. Orada da məncə bir doğru olmayan fikir işlətdi ki, güya İlham Əliyevlə görüşdən hətta bir gün qabaq yenidən Moskva ilə əlaqə saxlayıb bu məsələ ilə yeni onu məlumatlandırıblar. Yəni, bu adam əslində qəza baş verəndən 10 dəqiqə sonra məsələnin mahiyyəti bəllidir. Necə deyərlər, danışdıqca batır. Bəli. Hə, bunu sən 10 ay sonra niyə bu sözləri dedi ki, yaxşı deyəlim gecikmiş olsun. Yəni o hesabat da Putin dedikləri kimi olsa bizdə müəyyən suallar qalacaq. Amma bütün hallarda bizim başqa tələblərimiz də var. Yəni qəza başa düşdü, indi kompensasiya ödəsəz belə iki məsələni də həll eləməlidir bunlar. Dediyim kimi, soydaşlarımızı Rusiyada incidirlər. Putin avtoritar bir rejimin başında dayanır. Məmurlarına tapşırmalıdır ki, daha Azərbaycanlılara toxunmayın. Yəni, hüquqa hörmət edən Azərbaycanlılara toxunmayın. Bu bir. İkincisi, öz nəzarətindəki media və siyasətçilərə də bir tapşırıq olmalıdır ki, bəsdir Azərbaycan əleyhinə təxribatçı açıqlamalar verir. Bunu da etməlidir. Bu olmayacaqsa, münasibətlərin normallaşmasından danışmaq çətin olacaq. Nəyə görə bunu deyirəm? Deməli, bəlkə bu mövzu haqqında da geniş danışarıq. Bu Türk Dövlətləri Təşkilatının toplantısından sonra mən Rus mətbuatını diqqətlə izlədim, araşdırdım. Kremlə yaxın mətbuatda çıxan məqalələri də oxudum və gəldiyim qənaət nədir? Deməli, bu Kremldə hazırlanmış belə tezisləri bunlar eyni məqalələrdə istifadə edirlər. Birincisi, Qəbələdəki sammitdə İlham Əliyev çıxışında Türk dövlətlərinə təklif edir ki, birgə hərbi təlimlər keçirək, hərbi əməkdaşlığı gücləndirək. Kremlin nəzarətindəki media iddiasına görə, güya Qəbələdəki toplantıda Azərbaycan prezidentinin təklifinə Mərkəzi Asiya ölkələrinin liderləri isti yanaşmayıblar, reaksiya verməyiblər. Halbuki, orada hər bir lider özü təkliflər verir. Heç ona qalsa İlham Əliyev də digər təkliflərə münasibət bildirməyib. Bu təkliflər sonra baş katiblikdə öyrəniləcək, araşdırılacaq. Ruslar anlamırlar ki, zaten artıq birgə hərbi təlimlər Qazaxıstanla da keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan. Yəni, bu məsələ araşdırılır. İkinci məsələyə toxunurlar ki, güya Qəbələ sammitində Mərkəzi Asiya ölkələri Kuzey Kıbrıs Türk Cümhuriyyətini Şimali Kipr tanımaqdan imtina edir. Halbuki belə məsələ gündəmdə yox idi Qəbələdə. Gündəmdə olan məsələ nədir? Tək Qəbələdə deyil, digər toplantılarda ki, Şimali Kipr Respublikası Türk Dövlətləri Təşkilatının müşahidəçi statusundan tam hüquqlu üzvlüyə keçir. Bunu Türkiyə də istəyir, Azərbaycan da dəstəkləyir. Və təsadüfi deyil ki, Şimali Kipr Respublikasının Cumhurbaşqanı Ersin Tatar Azərbaycanda keçirilən bütün tədbirlərə dəvətlidir. Mərkəzi Asiya biraz şübhəli yanaşır, amma bu da hesab edirəm ki, bu da gələcəkdə həll olunması məsələdir. Bir də, deməli, Kreml mətbuatı bu cür yalanları ortaya atmaqla Türk Dövlətləri Təşkilatının toplantısında güya heç bir nəticə, heç bir irəliləyiş əldə edilmədiyini göstərməyə çalışır. Halbuki, Türk Dövlətləri Təşkilatı getdikcə güclənir, inteqrasiya getdikcə artır. Belə bir söz də atırlar ki, ortaya. Güya Qazaxıstan indi kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvü olduğuna görə Azərbaycan və Türkiyə hərbi əməkdaşlıqda maraqlı olmayacaq. Bu da böyük yalandır.
Qazaxıstan, Özbəkistan, Türk dövlətləri təşkilatı rolu getdikcə artır keçmiş illərdən fərqli. Çox həvəslə qoşulurlar faktiki olaraq, yəni görürəm. Real bir gücə çevrilir. Bu mənə nəyə xatırladır? Biz o vaxt sizinlə bir yerdə Azadlıq qəzetində çalışanda 90-cı illərdə bu Rus mətbuatı nə yazırdı? Biz həmişə onu qeydə alırdıq. Qoymayın, Turan yaranır, Turana qarşı aqressiv siyasət yürüdülməlidir. Bir ara sonra sakitləşdilər. İndi yenə də bunlar coşublar. Güya Turan yaranır, güya bu Turan bundan üstəlik. Amma real olaraq həqiqətən Türk dövlətləri arasında inteqrasiyadan Rusiya, İran və Çindəki mühafizəkar dairələr narahatdır. Bu da bir faktdır.